Mənim gözəl Elmar balam. Allah sənə qəni-qəni rəhmət eləsin. Yerin cənnət məkan olsun. Allah səni İmam Hüseyin. Elmarın bağça müəlliməsidir bu şahzadə. Allah. Bunlar mənim İmmi qonşularım. xanıma. İmmi xanıma Allah səbr versin. Can sağlığı Heç versin. kəsə möhtaç olsun. Halal olsun ona. İmmi bacımız da bizim qeyrətli, namuslu, gözəl, mərd anadır. İgid, oğlan Allah anası. səbr versin. Allah səbr versin bacı sana. Amin Allah. Amin ya. Bizim məhləmizin vətən qəhrəman oğlu. Biz bilməzdik ki, bizim məhləmizdə doğrudan da bir dənə qəhrəman böyüyür. Bugün İmmi bacı bizim məhləmizin doğrudan da ən haqqı, ədaləti tutan bir anasıdır. Təbii ki, belə bir oğlun belə bir anası olmalıydı. Allah rəhmət eləsin, ay Elmar. Yerin cənnət olsun. Allah İmmi bacıya səbir. Gəlməyi özümə borc bilirəm. Gəlməsən özümə sığışdırmıram. Allah razı olsun. Amin Allah. Yaxşı qonşular xətrini çəkib gəlirəm. Görüb gəlirəm. Könlüm istəyib gəlirəm. Allah köməyiniz olsun. Şahzadəmə. O yaraşıqlı, o Sağ ali ol, təsirli. canım. O yaraşıqlı balana hamı Sağ arxadan ol, baxırdı. sağ ol. Allah şahzadə müəllimən bir oğlu var. Allah onun yerin cənnət məqamı ucar. Ey gözə görünməz. Mən o uşağı görmüşəm deyə çox soğudum. O Esmira mənim kürəkəni bir gün mənə belə dedi. Xala, mən bundan küsmüşəm. Deyirəm, niyə? Deyir, yol